Ya Rəbbim, bu günləri sənin qarşında dayanıram. Ya Rəbb. Ya Rəbb, sən bizi ata dünyanın yasından çıxartdın. Ya Rəbb, bizi təmin etmək üçün. Ya Rəbb, kül yerinə, Ya Rəbb, sən bizə çələng geyindirdin, Ya Rəbb. Yas yerinə sevinç gətirən məhz yağı ilə sən bizi məhz etdin, Ya Rəbb. Kədərli ruh əvəzinə, həmd libasını bizə bəxş etdin. Ya Rəbb, sən kəlamın deyir ki, siz salihlik palıtlarısınız. Minnətdarıq ata, bu gözəl ata sənin bizə bəxş etdiyin kəlama görə. Bu elə belə deyil ata bizim həyatımızı. Bizim ata həyatımızın hər bir sahəsini Ya Rəbb öz gücünlə, öz qüdrətinlə doldurursan Ya Rəbb. Sən bizə elə bir libas geyindirirsən ki, bizim üzərimizdə olan bütün ağırlığı aradan qaldırır. Ya Rəbb, ağırlıq ruhunu bizim üzərimizdən götürür və bizə ən gözəl libasını geydirir. Şükürlər olsun sənə Ya Rəbb. Biz sən minnətdarıq ata bizə bu gözəl ata. Ya Rəbb, salihlik yollarını asdığın üçün ata. Düşüncələrimizi, ağlımızı negativ düşüncələrdən tamamilə təmizləyib, güvənsiz həyatımızı güvənə çevirmən üçün sənə minnətdarıq. Bu sözlər ata, bu kəlamlar, Ya Rəbb, sənin ata dediyin bu gözəllik, Ya Rəbb, bizim üzərimizdə olan bütün negativ düşüncələri götürür. Güvənsizliyi götürür, Ya Rəbb. Düşüncələrimizi tamamilə təmizləyir. Ya Rəbb, biz artıq ata, dünyadan olmadığımızı və sənin sözünün bizim həyatımızda nə dərəcədə, Ya Rəbb, xeyirdalı olduğunu, nə dərəcədə həyat verdiyini biz görə bilirik ata. Şəfamızı, xilasımızı, bərpamızı, Ya Rəbb, sən təmin edirsən ata. Bu kəlamınla, sözünlə, hikmətinlə ata. Ya Rəbb, bizim xilaskarımız, bizim şəfa verənimiz, bizim bərpa edənimiz. O bizə özünü dost kimi göstərir və biz bu dostluğu ata qəbul edirik ata sənin. Bizə asdığın bu qapını, bizə qoyduğun ata, bu hörməti biz qəbul edirik ata. Əgər biz sənə ata, Ya Rəbb, gözəl bir cavabla sənin verdiyin kəlamın o gözəlliyini tam qəbul ediriksə ata, bizim həyatlarımızda elə böyük bir sıraç baş verir. Sən bizim əvəzimizdən hərəkətə gedirsən. Bizi inkişaf etdirirsən, Ya Rəbb. Ya Rəbb, sən şükür olsun. Şükür olsun ata, sən bizi günahın utancından tamamilə təmizlədin. Azad etdin bizi günahın utancından ata. Ya Rəbb, biz bugün, Ya Rəbb, xoşbəxtlərik ki ata, həyatımızı bütövlüklə sənə etibar edə bilirik. Sənə bəxş edə bilirik, Ya Rəbb. Ya Rəbb, səndə böyüyə bilirik, Ya Rəbb. Ya Rəbb, o çələngi, o məhz yağını üzərimizdə hiss edə bilirik, Ya Rəbb. Şükürlər olsun sənə, Ya Rəbb. İzzət olsun sənə, Ya Rəbb, bu cür gözəl bir atıya sahib olduğumuz üçün. Sən kəlamın bizə öyrədir və deyir ki, hər şey keçdi. Unudun hər bir şeyi, keçmişi unudun. Qalmayın o keçmişdə. Ya Rəbb, qoy hər bir zaman ata, biz ata keçmişin o vərəqini bir də vərəqləməyək. Və biz dönüb geriyə baxmayaq. Ya Rəbb, biz keçmiş üçün tamamilə biganə olaq. Və sənin sözünü, sənin hikmətini, Ya Rəbb, bizə verdiyin bu bəxşişləri, bu xeyirdaları biz tamlığı ilə qəbul edək. Və gündən günə həyatlarımız dəyişilməyə başlasın. Dua edirəm ata. Səndən istəyib səndən diləyirəm, Ya Rəbb, qoy sənin kəlamın qarşısında biz təslim ola bilək, Ya Rəbb. Ya Rəbb, biz başa düşək ki, nə varsa səndə var. Nə varsa bizim üçün ən yaxşı hədiyyə, ən yaxşı mükafat səndədir. Sənin içindədir. Sən onları ata, bizim üçün ata saxlamısan. Onları vermək üçün sən bizə baxırsan. Sən baxırsan ki, biz haçan sənə tabe olacağıq. Haçan bizim həyatlarımız tamamilə sənin yollarında yürüyəcək. Ya Rəbb, sən şükür olsun. Ya Rəbb, çünki dua çox böyük gücə malikdir. Ya Rəbb, çünki o dualar ki, bizim sənin qarşında duran dualarımız. Ya Rəbb,
Böyük bizə ata nəticələr verə bilir. Ya Rəbb, həyatımızı dəyişdirə bilir. Günlərimizi çiçəkləndirə bilir ya Rəbb. Sənə şükürlər olsun. Sənə izzət olsun ata. Qoy ata biz möcüzələri qıraqdan baxaraq keçməyək. Biz o möcüzələri həyatımızda tam şəkildə həyata keçirə bilək ata. Biz onların ata heyrancısı olmayaq ya Rəbb. Biz onların icraçısı olaq ya Rəbb. İsa Məsihin ismi ilə. Bu gün o gündür ki ata. Qoy bizim ata, bütün ata, ya Rəbb, həyatımız sənə təslim olsun. Ya Rəbb, və sənin gücünü, sənin qüvvətini və səndən gələn dözümlüyü biz həyatımızda tam şəkildə görə bilək. İsa'nın ismi ilə ata. Ya Rəbb, biz dua edəndə, qoy imanla inanaq. İmanla inanaq ki, sən evdəsən, sən bizim yanımızdasan. Ya Rəbb, biz dua edəndə ata, səni öz yanımızda hiss edə bilək, duya bilək. Ya Rəbb, heç bir vaxt ata, qıraqda durmayaq. Sənin gücünü, sənin qüdrətinin axın-axın üzərimizə gəldiyini tam şəkildə anlayışla qəbul edə bilək. Ya Rəbb, nə qədər bu dünyada çətinliklər olsa da, biz çətinliklərdən qorxmayaq. Sənin qarşında dayanaq. Üzümüzü sənə tərəf çevirək, ya Rəbb. Ya Rəbb, sən öz qanınla ata, ya Rəbb, bizi tamamilə azad etdin. Sənin o qanın ki, bizi müdafiə edir. Sənin o qanın ki, bizi tamamilə hər bir vəziyyətdən azad edir. Və biz sənin qanınla qorunuruq, ya Rəbb. Sənə şükürlər olsun. Sənə izzət olsun yaradanımıza. Minnətdarıq biz sənə ata. Ya Rəbb, minnətdarıq. Ya Rəbb, sən bizim yanımızdasan. Kömək etmək üçün bizim yanımızdasan. Bizi gücləndirmək üçün bizim yanımızdasan. Biz sənin ləzzətini alaq deyəsən bizim yanımızdasan. Sənə şükür olsun. Sənə izzət olsun ya Rəbb. Qoy nə qədər. Ya Rəbb, düşmən bizi yayındırsa da, nə qədər yayındırsa da, ya Rəbb, biz ata, sənin üzünə baxıb, sənin üzündən gələn o ışığı qəbul edək. Və biz düşmənə deyil, biz sənə tərəf baxıb, sənin üzündən gələn o ışıqla ata, düşmənə üst çevirə bilək. Bizim həyatımız bütövlüyü də sənə məxsusdur, ya Rəbb. Biz dünyaya məxsus deyilik. Minnətdarıq sənə ki, sən bizi ata, dünyadan tamamilə aldın. Aldın ata, bizi qorxulardan aldın. Bizi kimsəsizlikdən aldın. Bizi məyusluqdan aldın ata. Qoy ata ilimizin hər bir günü səninlə keçsin ata. Sənin sözünlə, sənin hikmətinlə, sənin məhəbbətinlə ata. Qoy nə qədər vəziyyət gəlsə də, nə qədər vəziyyət ya Rəbb böhranlı olsa da ata, biz sənin imanına baxıb, səndən gələn o imanla ayağa qalxmağı bacaraq. Qoy heç bir həyatımızda olan qüsurlar bizi səndən uzaqlaşdırmasın. Bizi sənə daha da birləşdirsin, ya Rəbb. Sən ata, kralsan, şahsan. Sən şah əsərisən, ya Rəbb. Sənə minnətdarıq ata. Bu ata gücü bizə verdiyin üçün. Qoy ata yaşamımız tamamilə dəyişə bilək. Yaşamımızı tamamilə səninlə uyğunlaşdıra bilək, ya Rəbb. Nə qədər biz ata dünyadan uzaqlaşırıqsa, o qədər də ata, o qələbəyə doğru gedirik, ya Rəbb. Nə qədər sənə itayətli oluruqsa ata, sənin nemətlərinə o qədər biz yaxınlaşırıq, ya Rəbb. Sənə şükür olsun, sənə izzət olsun. Minnətdarıq biz sənə. Səndən başqa heç bir yol yoxdur. Yeganə yol sənsən ata. Yeganə. Həyatımızın hər bir sahəsini çəşləndirən bir yol varsa, o da sənin yollarındır, ya Rəbb. Ya Rəbb, sənin vədlərin, sənin sözlərin, ya Rəbb. Ya Rəbb, heç bir peyğəmbər vəd vermədi, söz vermədi. Ya Rəbb, bizi qorumağa, bizi təhlükəsiz etməyə, bizi müdafiə etməyə heç bir peyğəmbər söz vermədi. Yeganə sənsən ata. Sənsən, ya Rəbb. Sənsən qurtarıcımız. Sən bizə söz verdin və ya Rəbb, sözünü sona qədər davam etdirirsən, ya Rəbb. Sənə şükürlər olsun. Sənə izzət olsun ata. Qoy hər bir şey üçün,
Hər bir vəziyyətimizdə olan negativ şeylər üçün artıq biz ata yox deməyi bacaraq. Ya Rəbb, həyatımızda nə mənfi olan şeylər varsa və biz onları üst çevirməyi bacaraq. Ya Rəbb, qoy bütün ata, Ya Rəbb, düşüncələrimiz, üzləşdiyimiz nə varsa, problemlər, hər bir şeydən uzaqlaşa bilək və üzümüzü sənə tərəf çevirə bilək. Sənin gücünü, sənin qüdrətini tam öz üzərimizdə hiss edə bilək. Ya Rəbb, düşüncələrimizə, dünya düşüncələrimizə yox deməyi bacaraq, Ya Rəbb. Biz sənin vasitənlə ata, müqəddəs ruh vasitəsilə bütün həyatımızın hər bir sahəsində nə qədər sınaqlara çəkiliriksə, Ya Rəbb, ancaq biz o qədər də müqavimət göstərmək gücünə malikik sənin sayəndə, sənin ismində və sənin adında. Əziz müqəddəs atamız, Ya Rəbb, qoy özümüzü bütün ata qurulan fitnələrdən uzaqlaşdıra bilək. Gözlərimizi o yerdən çəkə bilək. Ya Rəbb, sənin ata planlaşdırdığın hər bir vəziyyətə biz üzümüzü tuta bilək. Və o zaman sənin ata planladığın nə varsa ata, o yerləri sən bizi aparırsan və bizi tamamilə o yerdə doldurursan, Ya Rəbb. Şükürlər olsun sənə, Ya Rəbb. Bu gözəl ata xeyirdanı bizə verdiyin üçün. Ya Rəbb, Ya Rəbb, sənin kəlamın da bizə deyir. Necə ki, sən də dedin. Ya Rəbb, məndən uzaq dur şeytan. Çünki belə yazılıb. Allahınız Rəbbə ibadət edin. Yalnız və yalnız ona xidmət edin. Sənin kəlamın Matta 4:10-da. Ya Rəbb, sən necə ki şeytana məndən uzaq dur deyə bildin. Və belə yazılıb dedin, Ya Rəbb. Çünki yazılanı təsdiq etdin, icra etdin. Və Allahınız Rəbbə ibadət edin. Yalnız ona xidmət edin. Ya Rəbb, biz ata, düşməni tanımaq və ona müqavimət göstərmək gücündəyik, Ya Rəbb, sənin sayəndə, sənin gücünlə, Ya Rəbb. Çünki sən bu gücü bizə verdin. Ya Rəbb, heyrətamiz xeyirdanı bizim üçün hazırladın, Ya Rəbb. Sənin o heyrətamiz xeyirdan qoy bizdən uzaqlaşmasın, Ya Rəbb. O axıb getməsin, Ya Rəbb. Çünki biz haçancı ata, şeytana deyil, sənə təslim oluruq və sənə özümüzü veririk, Ya Rəbb. Və sənə alidə oluruq, sənin dizinin dibində dururuq, səni dinləyirik, Ya Rəbb. O müqəddəs yazıları yaddaşımıza həkk edirik və o zaman ata sənin heyrətamiz xeyirdaların axın-axın həyatımıza axmağa başlayır. Şükürlər olsun sənə. İzzət olsun bizim yaradanımıza. Biz ona minnətdarıq. Bu gözəl xeyirdaya görə. Qoy bu gün hər kəs ata sənə deyə bilsin. Mən inanıram sənin sözlərinə, Ya Rəbb. Qoy hər bir kəs sənin sırayışını öz üzərində hiss edə bilsin. Ya Rəbb, qoy hər bir qorxu onlardan tamamilə uzaqlaşsın. Çünki bu qorxu ruhu, Ya Rəbb, onları səndən uzaqlaşdıra bilir, Ya Rəbb. Necə ki, sən ata şeytana cavab verdin, o cürdə hər bir bacı qardaşım o cür cavab verə bilsin. Qoy biz qorxunu ata bəsləməyək, Ya Rəbb. Qoy biz qorxunu sustura bilək, Ya Rəbb. Və sənin səsinə qulaq asaq. Ya Rəbb, çünki hər şeydən və hər şeydən üstün sənsən. Ya Rəbb, biz sənə etibar etməyi bacaraq. Və sənin kəlamın hər dəfə bizə deyir ki, qorxmayın, ruhdan düşməyin. Ya Rəbb, qoy o ruhun gücü, o ruhun qüdrəti daima axın-axın gəlsin, ata. Həyatımızın hər bir sahəsini doldurmaq üçün. Qoy qorxu ruh bizdən uzaqlaşsın ki, biz sənin səsini eşidə bilək. Sənə vaxt ayıra bilək. Səni eşitmək üçün, ata. O zaman sən bizə kömək edirsən, Ya Rəbb. Sənin o gözəl səsin, sənin xeyir-dua verən səsin, şəfa verən səsin. Ata, qoy hər bir bacı qardaşımın həyatında tamamilə bərqərar olsun. Haçan ki, biz iman sözlərini danışanda, iqrar edəndə, ata, səni ucaldırıq, Ya Rəbb.
və bizim öz həyatlarımıza da sənin sülhün və sevincin gəlir, ya Rəbb. Qoy o sülh, sevinc bizim həyatımızdan uzaqlaşmasın, ya Rəbb. Və daimi o imanla yaşamağı öyrənək. Çünki sən bizə öyrətdin, ya Rəbb. Sən bizə bəxş etdin bu gözəlliyi. Qoy heç bir ata düşmənin bizə hazırladığı cinayətlərə qurban olmayaq, ata. Daimi o cinayətləri, ata, basıb keçə bilən övlad olaq. İsa'nın ismində. Qoy, ata, o döyüşdə biz sənin sözünü, sənin kəlamını iqrar edib tamamilə o cinayəti tamamilə yox etməyə bacaraq. İsa'nın ismində. Çünki sən məğlub olmadın, ata. Biz də eləcə, ata, bu dünyada məğlub olan övladlar deyilik. Sənin ismində, sənin adında daimi qələbəyə doğru gedən övladlarıq. Çünki bu bəxşi, bu hədiyyəni sən bizə verdin, ya Rəbb. Sən bizdən əsirgəmirsən, ata. Haçan ki biz gözlərimiz sənə dikirik, ata. Bizim ruhumuz güclənməyə başlayır. Haçan ki biz sənə baxırıq, ata. Bizim ruhumuz gündən günə o qədər güclənir ki biz şəfa da ala bilirik. Biz bütün problemlərdən tamamilə yox deyib əl çəkə bilirik. Və sənin o gözəl ruhunla, müqəddəs ruhunla, ata, dola bilərik, ya Rəbb. Sən sadiqsən, ata, sözünə. Heç bir vaxt, ata, sənin kəlamın da bizə deyir, 1-ci Korinfilər 13-də deyir ki, səni dözə biləcəyin qədər sınağa çəkəcəyəm. O bizi heç bir vaxt dözəməyəcəyimiz qədər sınağı bizə imkan verməz. O bilir ki, ata, biz haçan ki sınağa çəkilik, çıxış yolu da verə bilir. Sən şükürlər olsun, ata. Çünki sən mümkünsüzü mümkün edə bilən Rəbsən. Hər bir mümkünsüzə cavab verə bilən Rəbsən. Qoy biz, ata, bugün bütün qayğılarımızı sənin üzərinə qoya bilər. Sən bizi qoruyansan. Sən heç bir vaxt salihlərin sarsılmasına imkan verməzsən. Necə ki, Zəbur 55-22-də bu haqda sən bizə, ya Rəbb, təlim vermirsən. Sən bizi, ata, sarsılmağa qoymazsan. Həqiqətən də, ata, biz haçan ki inanırıq ki, biz sənin övladlarınıq. Və inanırıq ki, bir ata öz evladlarını sevir. Ya Rəbb. Və o zaman, ata, bizim şübhələrimiz də yox olur. Sənə şükürlər olsun. Sənə izzət olsun, ya Rəbb. Biz sənə minnətdarıq, ata, bu xeyir duaya görə. Necə ki, Mattada da deyirsən, 6:30-da. Sən bütün tarlanın otlarını geyindirirsən. Və bizi mi geyindirməyəcəksən? Ya Rəbb, sən şükür olsun. Şükürlər olsun. Sən, ata, əgər bir bağa, bağçaya baxırsansa, bizi mi geyindirməyəcəksən? Ya Rəbb, şükür olsun sənə. İzzət olsun sənə, ya Rəbb, bu gözəlliyinə görə. Minnətdarıq sənə, ata. Biz heç bir vaxt, ya Rəbb, bizi idarə etdiyini unutmayaq, ya Rəbb. Çünki biz haçan ki unutmuruq və o zaman bizə qarşı olan heç bir silah davam gətirə bilmir. Uğur qazana bilmir və silahlar yerindəcə tamamilə fəaliyyətini itirə bilir. Sənin verdiyin o kəlamla, ya Rəbb, şükürlər olsun. Qoy bu dünyada yaşamımızda sənə bir iz qoyub sənin yanına gələn övlad olaq, ya Rəbb. İzsiz gəlməyək, ya Rəbb. Sənə yalvarıb səndən istəyirəm, səndən diləyirəm, ya Rəbb. Halleluya. Ya Rəbb, qoy nə qədər, ata, ya Rəbb, nə qədər həyatımızda bir şeylər varsa, onları tam buraxa bilək. Narahatlığı, qorxunu, həddindən artıq düşünməyi belə buraxaq. Çünki biz, ata, səndən başqa heç bir şey düşünə bilmərik. Bizim düşüncəmiz ancaq sənsən, ya Rəbb. Qoy düşüncələrimiz tamamilə sənə təslim olsun, ata. Ya Rəbb, qoy biz insanları idarə etməyi tamamilə unudaq və əl çəkək belə şeylərdən, ya Rəbb. Səni düşünək, ata. Səni, ata. Biz insanları idarə edə bilmərik, ya Rəbb. Səndən istəyib, səndən diləyirəm, ya Rəbb. Sən qarşıma gəlirəm, ata. Sənin huzuruna gəlirəm, müqəddəs ata, əziz ata. Bizə sevinç verən, bizi gündən günə dolduran atamıza. Ya Rəbb, sülhü ilə qəlblərimizi, ağlımızı dolduran Rəbbimizə
Minnətdarıq sənə ata. Minnətdarıq sənə ya Rəbb. Necə ki sənin kəlamın da Filiplər 4:7-də bizə deyir ya Rəbb. Rəbbin sülhü bütün ağlınızı tamamilə qoruyacaq ya Rəbb. Sən şükür olsun. Bu qoruyucu gücünlə, qüvvətinlə ata biz sənə minnətdarıq ata. Minnətdarıq sənə ata verdiyin kəlamlara görə, qəlbimizi, ağlımızı qoruduğuna görə, sülhünü ya Rəbb bizə tökdüyünə görə. Ya Rəbb sənin adınla, ya Rəbb biz bu gözəl xeyir dualara sahib olduğumuza görə, ya Rəbb minnətdarıq sənə. Minnətdarıq sənə ata. Sənin sülhün ata qoy axın. Məsih İsa'da qəlblərimizi, ağlımızı qorusun və doldursun. Halleluya. Amin.